Biz nə edirdik? Xanımla görüşə gedəndə deyirdik ki, bu kurtkanı mənə ver, bunu geyinim və artıq sən mənə görə narahat idin ki, kurtkan necə xoşuma gəldi, necə idin? Hamının qapısı açıq olurdu, hamı rahatlıqla bir-birini demək olar. Yəni belə deyək də, məhəllə insanı bir-birinin artıq evinin içi kimi idi. Evinin içi kimi idi, rahat idi. Və səhər oyanıb dişlərini yumamış, duş qəbul etməmiş, gününü planlamamış artıq sosial şəbəkəyə gedirsən və bu böyük bir faciədir. Region əhalisinin Bakıya, yəni şəhər mərkəzinə axışması Bakıya necə təsir elədi? Ölkə əhalisinin yarısı bir şəhərdə yaşasın. Bunu biz nə Rusiyada görə bilərik, nə Türkiyədə görə bilərik, nə Özbəkistanda görə bilərik. Qızıda yaşayan adam Bakıda yaşamaqdan zövq almır. Çünki o səhər duranda istəyir getsin bir kran suyu açsın, ağacları sulasın. Yəni buna öyrəşib. Bakılı anlayışı nədir? Yəni belə bir Bakılı stereotipi vardı. Məsələn, Bakılılar belə bir metroda hətta deyilən bir cümlə var ki, biz şəhər mənim üçün Bakılı yoxdur. Mənim üçün şəhər uşağı var. Biz akstafallar dvijeniyik, bizə söz deyən olmaz, kimsən, zəng eləyirsən rayon uşaqlarına ki, gəlin burada bir dənə razborka var, nə bilim, Mingəçevir uşaqları bizə söz atdı. Yəni deyirsən ki, Bakıda polnu yaşamaq olar. Bakıda güclülər yaşayacaqlar, Bakıda zəif insanlar məğlub olacaqlar, deyəcəklər ki, mən Bakıda yaşaya bilmirəm və bu normaldır. Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Bakı reallığındasınız. Mən İdris Cəfərov sizləri salamlayıram. Bakı reallığının sosial şəbəkələrdə geniş izlənməsini nəzərə alaraq düşündük ki, daha samballı, gözəl formada edək və mövzuları tam olaraq kökünə çıxa bilək. Müxtəlif nəslin nümayəndələri. Mənim həmsöhbətim bu layihədə olacaq Cahal Əlizadə. Xoş gördük. Xoş gördük İdris. Elə ilk mövzumuz nə olacaq? Nədən başlayırıq? Elə ad Bakı reallığı olduğu üçün fikirləşirəm ki, elə Bakı haqqında danışaq. Çünki sən də Bakıda böyümüsən. İndi düzdür, sizin dövrlərdə 90'ların sonu bu Portofino, Avtoşlar, 2000'lerin əvvəli falan. Avtoş dönər, Portofino, Montin uşaqlar, Yasamal, Vasmoy. Biz ama daha biraz, mən 90'ların sonunda dünyaya gəlmişəm. Amma 2010'larda belə yaşamışam əsas cavanlığımı, istər məktəb, institut. Amma düşünürəm ki, Qaratskoy, 2 dənə oğlan, söhbətimiz şirin alınacaq. Böyüyən. Yayda, amma mən bir ay kəndə getmişəm. Hər il bir ay mən gedirdim nənəmə baş çəkməyə, əmim rayonda yaşayırdı falan və orada mən bilirdim ki, artıq indiki gənclər bəlkə də bilmir ki, pomidor, xiyar, badımcan və kartof necə çıxır, necə bitir, ağacları calaq vurmaq olarmış, sən demə. Yəni, bu da haradasa, yəqin ki, mənim əyəxyalın gəzərək o zazimleniya almışam da, bu da çox faydalıdır. İndi cəmaat şəhərdə heç gəzməyə, hamı binaların içinə doluşub və bəlkə də bu da rəng qatırdı. Başlayaq. Başlayaq. Deməli, Bakı reallığı. İstəyirəm ki, sualları mən telefona qeyd eləmişəm. Buyur, elə buradan gedək, rahat olsun. Belə bir sual qoymuşam. Köhnə Bakının məhəllə mədəniyyətində insanlar bir-birini tanıyır, dəstək olurdu. İndi isə eyni binada yaşayanlar artıq bir-birinə demək olar ki, yad kimidir. Bu dəyişiklik sadəcə urbanizasiyanın nəticəsidir, yoxsa biz sosial olaraq daha egoist və qapalı insanlara çevrilmişik? Əslində biz çox dəyişmişik. Köhnə Bakını xatırlayanlar bilirlər ki, sıxlıq kifayət qədər az idi. Hamı bir-birini tanıyırdı və Bakıya gəlib yaşamağa düşən insanlar müəyyən assimilyasiyadan keçirdi. Assimiliyasiya prosesində nə idi? Hətta mənim məsələ, Allah rəhmət eləsin, atam 66-cı ildə Bakıya İqtisad Universitetinə daxil olur. Onlar tələbəli illərində gedirlər teatra, kinoya, nə bilim, mədəni mərkəzlərə baş çəkərək inkişaf mərhələsini keçirdilər. Çünki rayonun öz həyatı var, şəhərin öz həyatı var və bu vacib bir proses idi. Sonra 90-cı illərdə artıq müharibə, iqtisadi problemlər ona gətirdi ki, bölgələrimizdə həyat şəraiti çox çətinləşdi və insanlar artıq təhsil almağa yox, istənilən işdə işləyərək Bakı şəhərində məskunlaşaraq ailələrini dolandırmağa çalışdılar və müxtəlif mədəniyyət və ailə və baxış daşıyıcıları doluşdular bir şəhərə. Səmimiyyət də çox vacib məqama toxundunuz. Bugün Bakıda çatmayan səmimiyyətdir. Və mən hətta xarici ölkələrdə daha çox səmimiyyət bəlkə də tapıram özüm üçün və Bakı üçün darıxmaq
Bu gün Bakıda olmaqdan mənim üçün daha xoş hissdir bu səmimiyyətin azlığına görə. O dövrdə 90'larda heç nə olmayanda pis gün insanları yaxınlaşdırır. Məsələn, kimsə deyir, bu mənim qardaşımdır, əskər yoldaşımdır, səngərdə olmuşuq, nə bilim, postda olmuşuq, ac olmuşuq, yuxusuz olmuşuq, sonra nə bilim, yemək tapmışıq. Yəni, bu pis gün 90'larda da biz iqtisadi çətinlikdə yaşayan bir gənclik olduğumuza görə biz nə edirdik? Ayaqqabının altına nal vururduq ki, bir tərəfdən gələndə çoxquldasın bir diqqət cəlb eləyə, digər tərəfdən ayaqqabı gec yeyilsin. Biz nə edirdik? Xanımla görüşə gedəndə deyirdik ki, bu kurtkanı mənə ver, bunu geyinim və artıq sən mənə görə narahat idin ki, kurtkan necə xoşuma gəldi, necə idi. Sonra o qartallı bizim paltarlarımız eyni idi. Propitka yəqin ki, mənimlə gənclik olanlar geyiniblər, qarşısında qartal olan cəketi geyiniblər, o ördək burun ayaqqabıları geyiniblər, dabana nal vurublar. Bugünkü gənclik, verilişimizin əvvəlində dediyim kimi, kənd həyatını görməyiblər. Hətta kəndlərdə çox adamda əkin yoxdur bugünkü gün. Düyməni basırlar, tanımadığı bir kuryer ona yemək gətirir. O bəzən ona heç salam da verməyə bilir. Və ola bilər ki, sıxlıq və həyat yaşayışının yaxşılaşması, yəni insanlar artıq, mən burada qalıram, bu mənim evimdir, bu mənim yerimdə maşın saxlamısan. Yəni artıq bunlar yeni Bakının dadını dəyişiblər. Bəs Novostroykalar? Yeni tikirlər. Bu yeni tikirlər. Məsələn, bax, əvvəllər Bakıda istər, nə bilim, indi Bakının daha çox ad deyiləndə, məsələn, bu bağ evləri falan, məsələn, Yasamal falan, Dağlım Əyləsat, hamının qapısı açıq olurdu, hamı rahatlıqla bir-birini demək olar. Yəni, belə deyək də, məhəllə insanı bir-birinin artıq evin içi kimi idi. Evin içi kimi idi, rahat idi, gedirdi duz istəyirdi, qapı açıqda, qonşu bir dənə duz versə. Amma hal-hazırda hamının, demək olar ki, normal olaraq evin qapısı bağlıdır, çünki Novostroykadır, uğurlu ola bilər. Yəni, bu özü də, şəhərin memarlığı da səncə təsir eləyir insanların psixologiyasına? Mən müasir memarlığı gotikanın biraz ilk hərfini dəyişərək adlandırıram. Çünki klassik tarixi abidələrlə müasirlik qatıldı. Bir çox dünya ölkələrinin paytaxtlarında şəhər salmada bu sərt şəkildə bir xətlə bölünür. Köhnə şəhər, yeni şəhər. Bunu biz Budapeştdə də görə bilərik. Bunu biz hətta Taşkentdə görə bilərik. Yəni, təəssüflər olsun ki, 90'larda dediyim kimi iqtisadi çətin dönəm olduğuna görə məcburiyyətdən kim harda nə tikdi, obyekt böyütdü, qabağını çıxartdı, nə bilim, konstruksiya dəyişdi. Bu oldu və nəyimiz var, buna da şükür. O ki qaldı, qapıların bağlı olmağına təbii ki, oğurluqdan qorxuruq, o zaman da qorxulurdu. Amma sosial şəbəkələr, hər bir insanın ünsiyyətə ehtiyacı var. Əvvəllər biz gözləyirdik ki, qapını açıq qoyaq, qonşu gələndə bizə desin ki, nə baş verir. Qonşu evə girərək bizə bir xəbər gətirsin. Amma bugün bizim o qonşunun gətirəcək xəbərə, evə gəlib gedəcək adama ehtiyac yoxdur. Çünki sosial mediada sənə lazımıdan da sən yatana qədər xəbər alırsan və səhər oyanıb dişlərini yumamış, duş qəbul etməmiş, günüvü planlamamış artıq sosial şəbəkəyə gedirsən və bu böyük bir faciədir. Çünki sosial şəbəkədə alacağın xəbərlər sənin gündəlik əhvalına böyük bir təsir göstərir. Əgər sən orada negativ 5 xəbər görsən, sənin günün batdı. Əgər kimisə uğur hekayəsini görsən, sənin də özün o uğurun bir hissəsi hesab edərək artıq motivasiyan da azalacaq. Ona görə mənim bir çox imkanlı iş adamı dostum var. O deyir ki, İdris, heç nə pisliyə doğru dəyişmir. Hər şey fərqli olur. Və bu fərqli yeniliyi ilk qəbul edə bilən insanlar daha uğurlu olurlar. Ona görə gəncliyin dövründə bu baş verir deyə biz deyə bilmərik ki, onda yaxşı idi. Çünki o zaman 70-ci illərə təsadüf edən gənclər də deyirdi, bizim vaxtımızda yaxşı idi. Onlara da əvvəlki nəsil deyirdi. Çünki gənclikdir, dərd az, içindəki uşaq daha təravətlidir və insan təbii ki, gəncliyi ilə bağlı dövrü daha yaxşı qəbul edir. Amma gəlin pessimistik yanaşmayaq. Hər dövrün öz gözəlliyi var, hər dövrün öz uğurlu insanları var. Əgər 100 il bundan qabaq hansısa sərkərdə belə deyə uğurluydusa, nüfuzluydusa, bugünkü gün evdən bayıra çıxmayan proqramist də ondan daha uğurlu ola bilər və əlinin altında 20 sərkərdə çalışa bilər, müasir yanaşmayla götürsək. Əsas, belə deyim də, məsələn, 90'ların sonundan bu dövrə Bakının bir də infrastruktur cəhətdən də dəyişməsi var ki, məsələn, daha urban səs-küy var, daha çox tıxac var və bunun əsas səbəbi kimi də düşünürəm ki, regionlardan
region əhalisinin Bakıya, yəni şəhər mərkəzinə axışması, məhz bu urbanizasiya prosesi. Burada belə bir sual qoyaq ki, ümumiyyətlə paytaxt mərkəzləşməsi, bu həmin o regionlardan əhalinin Bakıya axışması, Bakı əhalisinə necə təsir, ümumiyyətlə Bakıya necə təsir elədi? Təbii ki, sıxlıq. Biri var, Bakı başlayıb tikilməyə keçən əsrin əvvəlində neft bumu olandan sonra Hacı Zeynalabdin Tağıyev, Nobel qardaşları gəldi, neft bumu oldu, ölkəyə sərmayələr gəldi. Hətta Rothschildlərin maliyyə dəstəyi ilə kerosin borusu çəkildi Batumi istiqamətinə. Yəni bunlar hamısı bum idi və Bakı o zaman fayton şəhəri idi. Düşünülməmişdi ki, Bakıda Çin maşınları endirimlə gələcək olacaq, asparking olacaq. Düşünülməmişdi ki, ayaq yoluna gedib və ya su içmək üçün pul ödəməli olacaq. Təbii ki, 5 milyon əhali, demək olar ölkənin yarısı bir şəhərdə yaşayır. Və mən belə bir misal bilmirəm, başqa hansı ölkədə biz gətirə bilərik ki, ölkə əhalisinin yarısı bir şəhərdə yaşasın. Bunu biz nə Rusiyada görə bilərik, nə Türkiyədə görə bilərik, nə Özbəkistanda görə bilərik, nə Ukraynada görə bilərik. 45 milyonluq müharibədən öncə Ukraynanın paytaxtı Kiyevdə 3-5 milyon aralığında əhali yaşayırdı. Və təbii ki, daha genişlik hiss olunurdu. Biz başladıq sıxlaşmağa və bunun yeganə çıxış yolu mənim fikrimcə ya paytaxtın köçürülməsidir, və bu ola bilər, Ağdam ola bilər, çünki işğaldan azad olmuş ərazidir və orada bildiyimiz kimi 30 il ərzində ermənilər daşı daş üstündə qoymayıblar. Sıfırdan müasir, enli yollu, futuristik, yəni bir şəhər tikmək olar. İkinci tərəfdən bu ola bilər Kürdəmir, çünki sıxlıq az olduğuna görə orada da rahat biz müasir şəhər fantaziyamızı qoşa bilərik. Daha bir çıxış yolu, müasir sürətli qatarlar. İnandırım sizi ki, Şamaxıda yaşayan, Şəkidə yaşayan, Qəbələdə yaşayan, nə bilim, istənilən Bakı ətrafı götürək də, Xızıda yaşayan adam Bakıda yaşamaqdan zövq almır. Çünki o səhər duranda istəyir getsin bir kran suyu açsın, ağacları sulasın, yəni buna örgəşib. Və rayondan Bakıda yaşayan, necə Bakıda yaşayan adamlar deyir ki, insanlar rayondan hamı doluşub bizim komfortumuzu pozub. İnanın mənə ki, rayondan Bakıya gələnlərin də komfortu pozulub. Adam istəyir, həyət evində yaşasın, ağac əksin, xoruz onu səhər banlayaraq oyatsın, hansısa təcili tibbi yardımın sirenasından oyanmasın. Sadəcə bu seçimsiz seçimdir. Yox da, indi məsələ ondadır ki, rayonlarda işsizlikdir. Bilirəm, amma bunu xaricdə də belədir də. Amma nədir? Sürətli qatar. Əgər Şamaxıdan Bakıya 120 kilometrdir, müasir qatarlar 300 ilə gedirlər. Əgər 300-lə Bakı şəhərinə, dəmir yolu vağzalına gələn bir qatar olsa, sən Şamaxıdan Bakıya gəlib çatarsan 25 dəqiqə. Hətta Çində 600, onlar maqnitlə hərəkət edirlər də, reys üzərində deyil. 600-lə, yəni demirəm ki, biz Yaponiyadakı kimi 600-lə, amma Fransanın özündə mən Parisdən Nancy şəhərinə 350 kilometr məsafəni gedirəm 1 saat 10 dəqiqəyə. Sürətli qatarla. Və 350 kilometr məsafə bu demək olar Gəncədir, bu demək olar Qəbələdir, Şəkidir. Yəni adam oturub Qəbələdə, gözəl təbiətdə, Bakıda işə gəlir, 1 saat, onsuz da sən Mərdəkandan güya Port Bakuya nə qədər vaxta gəlirsən? 1 saata gəlirsən də. Ona görə əgər 28 may vağzala biz regionlardan sürətli qatar, bu bahalı bir prosesdir. Amma bunun hesabına biz regionları da iş yeri ilə təmin edəcəyik. Bakıda maaş alan adam gedəcək, regionda bazarlığını edəcək, kəndli orada nəsə əkəcək. Bölgələrimizdə adam olmadığına görə ticarət mübadiləsi münasibəti qurmağa insanlar yoxdur, təəssüflər olsun. Regionlardan elə ən çox gələnlər də demək olar ki, tələbələrdir. Artıq 17-18 yaşlarına çatdıqda universitetlər də %90% Bakıda olduğu üçün rayonlardan belə deyək bir axın olur şəhərə və Bakı gəncləri var, bir də region gəncləri var. Onların arasındakı istərsəmiz həyat tərzi, düşüncə fərqləri normal olaraq, yəni Bakıda yaşayan bir gəncin normal olaraq fərqlidir. Bəs bunun özü səncə nə dərəcədə təsir eləyir bu prosesə və əlavə olaraq da ümumiyyətlə sənin üçün Bakılı anlayışı nədir? Yəni belə bir Bakılı stereotipi vardı. Məsələn, Bakılılar məsələn belə bir metroda hətta deyilən bir cümlə var ki, biz şəhər mənim üçün Bakılı yoxdur. Mənim üçün şəhər uşağı var. O artıq bir yanaşmadır. Amma o ki qaldı regionlardan gələn adama, bizim Azərbaycanda 12 iqlim xəttindən, zonasından 9-u var.
Biz balaca ölkə olmağımıza baxmayaraq, yəni cəmi 86,6 min kvadrat kilometr çox balacayıq da, yəni ümumi götürəndə. Gör bizim Şəkilinin Naxçıvanlıdan, Naxçıvanlının Lənkəranlıdan, Lənkəranlının Qazaxlıdan, Qazaxlının Qarabağlıdan necə fərqi var və bunların hərəsi bir gözəllik qatır. Yəni hərəsinin Lənkəranlı borani gətirirsə, o kiralıq ev götürürlər də, Qazaxlı da qurut gətirir, xəngəl bişirir. Artıq bunlar o tələbəlik illərində Azərbaycanın zəngin mədəniyyət nümunələrini bir-birləri ilə paylaşırlar. Mən Bakıda böyümüşəm və məktəbdə oxuyarkən mənim sinif yoldaşlarım olub Yahudi, Ukrayni, Tatar, Ləzgi, nə bilim və biz bütün bunların bayramlarında məsələn, kimsə gəlirdi ki, Pasxadır, bu kuliçdir. Nə bilim, Tatar gəlirdi ki, Sabantuydu. Bu, əksinə rəng qatır. Bu gözəllikdir. Sadəcə gələndə o sərt forma var, biz aksafalılar dvijeniyik, bizə söz deyən olmaz, kimsən, zəng eləyirsən rayon uşaqlarına ki, gəlin burada bir dənə razborka var, nə bilim, Mingəçevir uşaqları bizə söz atdı. Bu onun pis tərəfidir. Çünki bu kənddən çıxıb gəlibdir, amma kənd onun içindən çıxmayıbdır. Sən çıxandan sonra sən öz ölkəndəsən, öz mədəniyyətindəsən, təbii ki, teatra getsən, əlavə işə getsən, ailəvə bir kömək olsan, bu yaxşıdır. Ona görə mən deyirəm ki, məsələ Bakıda haradasa bu atmosferə düşə bilir də, biraz belə o telefondan meyxanaya qulaq asmaq, kiməsə söz atmaq, nəsə o qara quru, xoşa gəlməz, keyfiyyətsiz uçuruma aparan bir yol seçmək özü üçün. Xaricə gedəndə artıq valideyn qanadından çıxır, onu da burada niyə eləyir? Fikirləşir ki, papa onsuz da məni vəziyyətdən çıxardacaq, əmim nəvəsi burada vəzifədədir, o gəlib çıxardacaq, arxeyndir deyə. Yəni, biraz o adamın gənclik dövründə, tələbəlik illərində testosteron yüksək olan vaxtıdır da, özünü sübut eləmək istəyir, bəzən belə qısa yollarla. Ona görə bunun yaxşı tərəfi var, yaxşı istifadə eləsən. Pis tərəfi də var ki, bizdə bəzi halda bu, hətta restoranlarda oturanda gəlirlər, 10 manat versən, deyir, hardansan, deyirsən, mən Gürcüstanlıyam, düşmənlərin qənimidir Gürcüstan oğlanları. Buna görə bu restoranlarda dava olur da, orada da oturub, məsələ, Lənkəran oğlanlar deyir, xeyr ola, bizim də mahnımızı oxu, orada da oturub Qarabağlılar deyir, bizim də mahnını oxu. Budur, primitiv inkişaf mərhələsində təbii ki, burada problem çıxacaq. Amma bunun gözəl tərəfləri hər bölgəmizin musiqisi var, zəngin mətbəxi var və bu kolaborasiyalar müasir dillə desək, təbii ki, inkişafa gətirən yaxşı tərəfi var. Digər başqa bir sual, keçək Bakının bahalaşmasına bağlı. Ümumiyyətlə, belə bir sual yazmışam ki, son illərdə Bakıda kirayə və yaşam xərcləri ciddi şəkildə artıb. Bəs bu şəhər artıq yalnız müəyyən gəlir səviyyəsində olanlar üçün əlverişlidir, bəs orta və aşağı gəlirli insanlar haraya getsin? Dünya artıq müəyyən qədər eyniləşir. Əgər siz marketə girsəz, siz orada gördüyünüz məhsullar dünyanın 5 ölkəsinə bu dəqiqə getsək, yuxarı-aşağı eyni məhsullar olacaq. İçində kola olacaq, Lays olacaq, Pepsi olacaq, nə bilim, Orbit, Roll, Snickers, Head & Shoulders, Colgate və bunlar dünyaca McDonald's indeksi var da, yəni McDonald's-ın yəni o standart dəyəri bununla ölçülür və bir qiymət siyasəti bəlli olur. Qloballaşma ona gətirib ki, yuxarı-aşağı hər yerdə qiymətlər eynidir. Bəli, fərqli görə bilərik ki, Bakıda taksi ucuzdur, digər hardasa bahadır. Amma Bakıda internet bahadır, Bakıda mobil xidmət bahadır, siqaret ucuzdur, içki ucuzdur. Yəni, bu bahalıq ümumi dünyada qlobal gedən prosesə bağlıdır. Hazırda neft $150 olsa, bu bahalıq, bugünkü bahalıq, bu $150-200 olan neftin qarşısında ucuzluq kimi xatırlanacaq. Və təbii ki, inflyasiya inkişaf edən iqtisadiyyatın ayrılmaz bir hissəsidir. Qiymətlər artmalıdır. Bununla bərabər təbii ki, əhalinin qazancı da artmalıdır. Təəssüflər olsun ki, bir çox sahələrdə çalışan insanlara qiymət artımı qat-qat daha tez gəlir. Nəinki onlar maaş artımını hiss edirlər və bu da bahalı restoran kimidir də. Fransada məsələ bir neçə restoran bağlandı. Deyirəm, niyə bağlandı? Onlardan biri mənim dostum bunu idi. Deyir, əvvəl ailə öz qazancından restorana gələ bilirdi həftədə 3 dəfə. Sonra elədilər 2 dəfə. İndi bir dəfə gəlir, bir dəfə gəlmir.
Çünki vacib prioritet xərclər var da. Bu nədir? Kiralıqdır, kiraya qalırsansa, işıq puludur, qaz puludur, internetdir, telefon puludur, parking puludur, benzin puludur əgər maşının varsa. Bunları sən çıxarda bilmirsən və təbii ki, qida məhsullarıdır. Amma elə məhsul var ki, sən məsələ fındıq yeməsən olar. Fındığı artıq çıxarcan, fındığın satışı düşür, çünki qiymət qalxıbdır. Yəni nələrisə çıxarda bilirsən və burada təbii ki, təbəqələşmə daha kəskin olur və bu cür sürətli qiymət artımları olarkən orta təbəqə daha çox imkansız təbəqəyə qoşulur, varlı da daha da varlanır. Çünki bu proseslər niyə cəmiyyətdə qıcıq yaradır? Çünki ədalətsizlikdir. Amma dünyanın bütün ölkələrdə nəzər salsaq, 2-5% əhali 95-98%-dan daha yaxşı yaşayır. Bu dünyanın istənilən, inkişaf etmiş, geridə qalmış, nə bilim, müasir tipli, monarxiya tipli, respublika tipli idarə edən ölkələrin hamısında bu belədir. 2-5% əhali 95-98%-dan yaxşı yaşayır və buna biz ədalətsizlik kimi yanaşsaq, onda meşədə hansısa gözəl bir mahnılarda qəhrəman olan cüyürü canavar yeyəndə də bu da haqsızlıqdır da. Əslində bu bir xəyaldır, həyatda ədalət axtarmaq. Həyatda sadəcə güclü olmaq lazımdır və mübarizə apararaq hədəfə çatmaq lazımdır. Yəni deyirsən ki, Bakıda polnu yaşamaq olar. Bakıda güclülər yaşayacaqlar. Bakıda zəif insanlar məğlub olacaqlar. Deyəcəklər ki, mən Bakıda yaşaya bilmirəm və bu normaldır. Moskvada da hamı yaşaya bilmir. İnsanlar var ki, hər il ərzində Moskvaya, Kiyevə, paytaxt nədir? Paytaxt öz sözünü demək üçün bir meydandır. Sən gəlirsən bu meydana ki, orada həcm böyükdür, miqyas böyükdür. Mən sübut eləyəcəm ki, mən kiməm. Gəlirsən, sübut eləyə bilmirsən, xanımsan, gəlmirsən, universitetdə qəbul oldun, istədin ki, yaxşı həkim olasan. Yaxşı həkim ola bilmədin, amma ailə qurdun, yaxşı ana oldun. Yəni, burada sən özünə bir yol seçməklə və bu alınmamaqla o demək deyil ki, sənin həyatın batdı. Bəlkə sən Gəncədə hansısa bir iş adamının həyat yoldaşı olaraq daha xoşbəxt olacaqsan. Ona görə biz belə o stereotiplə ki, Bakıda yaşayan adam xoşbəxt olacaq. Mən açığı bu dəqiqə böyük məmnuniyyətlə regionlarda yaşayaram. Yəni, Qəbələdə gəlib yaşayaram, Şamaxıda yaşayaram. Niyə yaşamırsan? Özüm üçün mən planlayıram. Yəni, yaxın, uzaq perspektivdə mən Bakıda olmaqdansa, yəni gedib belə bölgələrimizdə yaşayaram, təbiəti var, havası var, suyu var. Bir əsas səbəb nədir? Bakıda sıxılıram. Tıxac. Səs-küy, tıxac, səmimiyyətin azlığı, il ərzində, hətta ay ərzində istər-istəməz bir 3 dənə yasa gedirəm, 5 dənə toya gedirəm. Bu mənim istəmədən, məcburiyyətdən cəmiyyətin mənə bağladığı stereotipə görə etməli olduğum bir addımlardır və həmin gün mən həyatımı elə bil xərcləyirəm. Ən dəyərli vaxtdır, zamandır, həyatındır və yaxşı deyil deyə mən bu yasa gedirəm, o aşı yeyirəm, molla mənə nağıl danışır, deyir, sual verin. Mən onu yaşamaq istəmirəm, amma edirəm. Niyə? Çünki Bakıdayam, getməsəm yaxşı deyil. Toya gedirsən, sənə söz verirlər, söz deyirsən, 20 manat atırsan, deyirsən ki, nə bilim, bir aşıq musiqisi, biraz oynayırsan, oturursan, gəlirlər ki, niyə oynamırsan? Qardaş, istəmirəm də oynamaq, oturmuşam da əl çək məndən. Yemək yaxşıdır, hər şey qaydasındadır, amma məğz nədir? 50 manatlıq yerə 200 manat salacaqsan. Yəni, budur məğzdə. Ona görə səmimiyyət çatmır mənə. Səmimiyyəti öldürür. Gəl mövzunu belə qapadaq, elə bir son bir sualla bütün bu mövzunu toparlayaq. İndi elə əslində toxunduğun məqamdan yola çıxaraq bu sualı verirəm. Bakıya kənardan baxanda yəni hər şey belə imkanlı, sürətli və daha uğur dolu görünür. Amma bu şəhərin biraz içinə girəndə, daha reallıqlarla üzləşəndə görürsən ki, əslində o qədər də asan deyil. Ümumiyyətlə, Bakıda uğur qazanmaq doğrudan da zəhmətin nəticəsidir, yoxsa əlaqələr, mühit və şans daha böyük rol oynayır? Hamısının meyarı var və uğur qazanan adamlara biz baxsaq, elə nümunə olar ki, əlaqəsi var, əmisi var, dayısı var, amma insan itdi, batdı, valideynlər rəhmətə gedəndən sonra, ağsaqqallılar sıradan çıxandan sonra əlində olanı da satdı, çöktü. Yəni, belə hekayələr də var. İri şəhər elə bil ət maşınıdır.
Yəni onun içindən dadlı kotlet də çıxa bilər və şıntır kimi nəyisə tullayıb qırağa da ata bilər, başa düşürsən? Ona görə Bakıda müxtəlif uğurlu insanlar var və onların hər birinin öz hekayəsi var. Əsas inamdır, hədəfdir, seçdiyi sahədir. Sən gəldin, səni qapıdan qovdular, pəncərədən girdin. Pəncərədən qovdular, dedin, yox, mən yenə bunu edəcəm. Yəni insanın təbiətindən daha çox asılıdır. Nəinki şəhərdən. Sadəcə əgər sən Bakıda uğur qazanacaqsansa, bu olacaq 100 minlik uğur. Moskvada qazanacaqsansa, bu olacaq 1 milyonluq uğur. Çünki orada 20 milyonluq şəhərdir. Həcm böyükdür. Və təbii ki, bu uğuru sən qazansan Qazaxda, bu olacaq 10 minlik uğur. Sən miqyasa uyğun və o miqyasın qarşısında girdiyin mübarizəyə uyğun qələbəni əldə edirsən. Ona görə Bakıda adam var ki, Bakıya gəlib alınmayıb bizim bölgələrimizdən. Gediblər Rusiyada, heç Rusiyada, Moskvada da yox, nə bilim, Sverdlovskda olsun, adam milyonçu olubdu. Ukraynanın özündə 500 min Azərbaycanlı yaşayırdı. Yəni onlar da bizdəndilər. Gediblər, yaradıblar, çalışıblar və alınıb. İdris, Bakı reallığının ilk bölümündə bir yerdə idik. Düşünürəm ki, maraqlı söhbətimiz oldu. Buradan son olaraq məhz elə izləyicilərə və öz izləyicilərə nə demək istəyirsən? Söhbətin maraqlı olub-olmadığını tamaşaçılar desinlər. Əgər maraqlı oldusa, barmağınız qalxsın, like qoyun, komment yazın. Sizin də fikirlərinizi oxumaq bizim üçün maraqlı olacaq və hökmən takib atın. Çünki Bakı reallığının YouTube kanalında takipçilərin sayı bizi daha da böyük motivasiya edəcək ki, biz növbəti mövzularda sizi maraqlandıran məsələlərə toxunaq. Kommentlərdə mövzuları da bizə yaza bilərsiniz. Özünüzə yaxşı baxın və harada olmağınızdan asılı olmayaraq əsas məqsədi var. Kimsə müəllimdir, kimsə həkimdir, kimsə professordur, kimsə iş adamıdır. Biz xoşbəxt olmaq istəyirik. Yəni pul da qazananda, ailə ilə vaxt da keçirəndə, istirahətə də gedəndə məqsəd xoşbəxt olmaqdır. Ona görə harada olmağınızdan asılı olmayaraq çalışın ki, şükürlü olasınız. Çünki bu da xoşbəxtliyin əsas tərkib hisslərindən biridir. Var olun, növbəti buraxılışda görüşərik. Bakı reallığındasınız.